Bilim Bakı Mərkəzinin DNAP Texnologiya Laboratoriyasının birinci məzun günü keçirilib. Mərasimdə texnologiya proqramına dair hesabat çıxışı təqdim edilib və videoçarx nümayiş olunub. Bildirilib ki, 2022-2025-ci illər üzrə təhsil alan məzunları müxtəlif yarış və müsahibələrdə uğurla çıxış ediblər. 3 illik proqramın hədəfi 6-14 yaşlı uşaqlarda elmə, texnologiyaya, sahibkarlığa və innovasiyaya marağı artırmaq, onlarda müasir bacarıqları formalaşdırmaqdır. Sonda proqramı uğurla başa vuran məzunlara diplomlar təqdim olunub. Proqrama qəbul imtahan vasitəsilə həyata keçirir. İlk 2 ildə şagirdlərə 11 modul üzrə süni intellekt, əşyaların interneti, kiber təhlükəsizlik, robototexnika və sair bunu kimi mövzuları əhatə edən təlimlər keçirilir. 3-cü, sonuncu ildə isə onlar müxtəlif layihələr üzərində çalışırlar və bu model onlarda yaradıcı düşüncə və texniki biliklərlə yanaşı yumşaq bacarıqların da inkişafına dəstək verir. Bu 3 il ərzində sadəcə texnologiya yox, texnologiyadan daha çoxunu öyrəndik. Həm dostluğu, həm də komanda şəklində birlikdə işləməyi və bu günləri çox sevincliyəm. Həm yanımdakı biliklərimlə, həm də diplomumda məzun olmuşam. Öz peşəmə yönəltmək istədiyim çox bilik əldə etmiş oldum. Çox gözəl dostluqlar qazandım. 3 ilim doğrudan ən səmərəli formada keçdi. Yayımız olsun, bir yerdə keçirdiyimiz vaxtlar mənim üçün çox dəyərli idi.